Coachlar, psixoloqlar bizim düşüncə tərzimizi, şuuraltımızı dəyişmək istəyirlər. Adam çıxır deyir ki, mən səni şəfalandıracağam. Sən kimsən, kimisi şəfalandırırsan? Get birinci özünə şəfa ver. Bunların bir çoxu özləri də nə elədiyini bilmir. Məsuliyyətsiz adam travması və qorxuları çox olan adamdır. İndiki bəzi psixoloqlar da, bəzən də bir çox psixoloqlar problemi həll eləmək üçün gedib travma axtarmağa çalışıblar. Hər şey eləyən travmadır. Bəli. Gəl sən travmaları üzə çıxardaq. Mütləq ki, hamımızın həyatında bir travma var. Mənə atam uşaq vaxtı şillə vurub, məni evdən qovublar, əslində o normal bir şeydir də. Yəni bütün uşaqlar bunu yaşayıb və bir növ tərbiyə metodu idi. Elə vəziyyətə gətirib çatdırır ki, artıq qurban kimi görür ki, sən bundan evlənməlisən, sənin həyatın belə olacaq. Filan rəqəmlərə görə səndə deyək ki, müəllimlik alınmaz. Sən gedib həkim olmalısan. Ya da sən filan bürc altında doğulmusan, səndən həkim olmaz. Niyə insan tanımadığı insanların fikrindən qorxur və ona görə hərəkət etməyə başlayır? Anam, atam mənə normal baxsaydı, mənə biraz sevgi versəydi, bilməm, mənə biraz dəstəkləsəydi, belə olmazdı. Deyə ömür boyu elə illərini fəda edirlər, keçirirlər. Salam, mən Hüseyn Ağayevin təqdimatında Üzləşməyə baxışı. Bugünkü qonağım klinik psixoloq. Salam, xoş gəlmisiniz. Xoş gördük, salam. Özünüzü qısaca təqdim edin. Qısaca Mir Şahin Əlizadə, klinik psixoloq, Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü və Psyche Facilitator. Ümumiyyətlə, bu proqramdan qabaq, verilişdən qabaq danışanda bir çox dəfə və tez-tez şuuraltı inanc sözlərini istifadə edirkən bundan başlayaq və ilk öncə aydınlıq gətirək ki, şuuraltı inanc deyəndə konkret nəyi nəzərdə tuturuq? İnanc deyəndə insanların ağlına birinci növbədə dini inanclar gəlir. Halbuki inanc sadəcə dinlə məhdud bir anlayış deyil. Əslində din özü inancın bir növüdür. İnanc qısaca nədir? Şuuraltı inanc nədir? Şuuraltını biz bir kompüterə bənzədə bilərik. Hansı ki, kompüterin hard diski kimi düşünün. Bütün məlumat bazası onun içərisindədir. Doğulduğumuz andan etibarən, hətta doğulmamışdan qabaq, ana bətnindən başlayaraq bizim şuuraltı zehnimiz formalaşır və ətrafdan çoxlu informasiyalar toplayır. Doğulduqdan sonra da görmə, eşitmə, iyi bilmə, dad bilmə və toxunma kanalları ilə ətrafdan topladığımız bilgilər bu hard diskə yazılır. Sonra bu hard disk həyatın ilərləyən dövrlərində özünü davamlı təkrarlayır ki, avtomatikləşdirsin müəyyən bilgiləri, həyatın ilərləyən dövrlərində insan həyatını avtomatik kontrol etsin, zəhmətsiz. Çünki insanın həyatda öyrənməli olduğu başqa şeylər də var axı. Və diqqət yetirən hissə bizim şuurlu zehnimizdir deyə, şuurlu zehnin də müəyyən bir kontenjanı var, məhdudiyyəti var. Ən çox 5, ən az 3 informasiya, bəzi mənbələrdə 7 plus minus 2 şəklində qeyd olunur. Yəni ən az 5, ən çox 9 informasiya eyni anda fokuslana bildiyi üçün və həyatda da bizim görməli olduğumuz şey çox olduğu üçün şuuraltı zehin avtomatikləşdirib bilgiləri öz öhdəliyinə götürür. Deyir ki, mən burada sənin öyrəndiklərini avtomatik təkrarlayacağam, kontrol eləyəcəm. Sən get yeni şeylərlə məşğul ol. Həmin o şuuraltının proqramlaşdırdığı belə deyək, kodlar inanclar adlanır. Bu inanclar bizim şuuraltımızda olur və ömür boyu bizi kontrol edir. Belə deyim, mənim üçün şuuraltı bir mistik bir şeydir. Yəni açığı, çünki eşitdiyimiz kimi də şuuraltı olduğu biraz mən mistik erkəncə şuurumun altında gedən bir şeydir. Yaxşı, müasir neyroelm və klinik psixologiyalarda şuuraltı bir termin deyil axı. Yox, bildiyim qədərilə. Şuuraltı termininin tam nə olduğunu bilmək üçün bu bizim dildə və xarici mənbələrdə olan dil fərqliliyinə diqqət yetirmək lazımdır. Çünki şuuraltı ifadəsində məsələn Sigmund Freudin nəzəriyyələrində biz necə qarşılaşırıq? O zehnin 3 bölməsindən bəhs edir. Conscious, subconscious və unconscious. Bu bizim dildə tərcümədə nə deməkdir? Şuur, şuuraltı və şuurdan kənar. Yəni insan zehninin bu 3 vəziyyəti olur. Şuurlu vəziyyəti, şuuraltı vəziyyəti və şuurdan kənar vəziyyəti. İndi bunu hərfi tərcümə baxımından biz ifadə etdikdə, hansı ki biz bunu öyrəşmişik, şuuraltı deyirik. Şuuraltı siz dediyiniz kimi sanki şuur üstədir, şuuraltı onun altındadır. Biraz mistik səslənir də necəsə. Mistik səslənsə də bu bir faktdır, bu bir reallıqdır. Mistikadan kənar baxdıqda isə biz bunu görürük ki, sanki şuur daha güclüdür. Şuuraltı ondan aşağıda yerləşir.
Hə. Halbuki reallıqda bunun tam tərsidir. Şuur həyatımızın cəmi 5%-ni idarə edir. Şuur altı 95%-ni idarə edir. Bu o deməkdir ki, bizim şuur altı zehnimiz şuurlu zehnimizdən daha qüvvətlidir. Daha sürətlidir eyni zamanda. Amma termin olaraq baxanda şuur altı belə çıxır ki, şuurun altında olan, ondan daha aşağı vəzifədə olan bir hissədir. Ona görə də buna ən çox uyğun gələn ifadə şuurdan kənar ifadədir. Şuur altı yox. Yəni bizim iradəmizdən kənar baş verən proseslər. Bu mistik bəlkə də sizə görə səslənə bilər, amma faktiki olaraq elm də sübut eləyib ki, insanın iradəsindən kənar baş verən şeylər var. Məsələn, deyək ki, bizim müəyyən zərərli vərdişimiz ola bilər. Şuurlu surətdə dərk edirik ki, bu ziyandır, bunu etmək olmaz. Amma ona söz keçirə bilmirik. Yenə də alışdığımızın arxasıca gedirik. Ya da fikir verin, səhər yuxudan oyananda adətən eyni şeyləri təkrarlayarsınız. Evdən hansı ayağınızdan çıxırsınızsa sağla ya da solla, həmişə adətən onu rutinimiz o, rutin, bəli. Avtomatikləşmiş hər şey bizim şuur altımızın gördüyü şeylərdir. Amma həmin o elədiyimiz şeylər hansı ki müəyyən bir vaxtdan sonra avtomatlaşır. Biz onu birinci öyrənməyə çalışırıq. Bizim onun full fokus gedir orada ki, biz bunu öyrənək. Misal gətirim, məsəl üçün bəylər daha çox bilər. Çünki mexaniki sürətlər qutusunu idarə edən insanlar öyrənən zaman sənin bütün fokusun orada olur ki, bunu düz atacağam, 1 2 düz keçdi, 3 hər şeyə fikir verməlisən, əlin, ayağın. Çünki orada bir neçə proses eyni anda düz baş verməlidir. Amma bir müddət sürəndən sonra ki, sən artıq bunu 2 gün, 3 gün, 5 gün, 1 həftə artıq o müəyyən bir müddət var. Əslində deyirlər 21 gün məsələsi var orada rutinə çevrilməz, vərdiş. 21 gündən sonra indi o nəzəriyyə ilə getsək, biz artıq bunu şuuraltı eləməyə başlayırıq. Yəni düz misal çəkdim də əslində. Tamamilə doğrudur. Yəni, hansı bir proseslər, öyrəndiyimiz bir şeylər birinci şuurlu şəkildə olur, fokuslan olur, yəni ora. Bəli. Sonradan bir müddət artıq rutinə çevriləndə, biz artıq onu alışqanlığımıza çevirəndə, bu artıq keçir şuur altıda yatmağa başlayır. Bəli, tamamilə doğrudur. Öyrənmənin də 4 dənə səviyyəsinə biz görürük. Qeyri-şuuri yetərsizlik hissəsi, yəni informasiya yetərsizdir, kifayət qədər deyil, yəni heç nə bilmirik və nəyi bilmədiyimizi də bilmirik. Sonra gəlir şuurlu yetərsizlik, bilmədiyimizin fərqindəyik. Aha. Sonra gəlir şuurlu yetərlilik. İnformasiya yetərli səviyyədə var, bacarıq var, amma şuurlu şəkildə biz onu eləyirik. Maşın sürmə nümunəsində olduğu kimi. 4-cü etapda da gəlir qeyri-şuuri yetərlilik. Yəni artıq hər şey yetərli səviyyədədir, amma şuuraltı səviyyədə. Yəni şuurdan kənar səviyyədə bu baş verir. Biz axı söhbətin əvvəlində demişdik, şuurlu zehnin məhdudiyyəti var. Çox şeyə eyni anda fokuslana bilmir. Bizim də həyatda görməli olduğumuz çox şey var. Avtomobildə kimsə əyləşir, ondan söhbət eləməliyik, ya nə bilim telefon zəngi gələ bilər. Paralel tasklar deyək də. Bəli. Yəni şuur da əgər 5-6 dənə əli olan bir robot kimi düşünün. Bunların hamısı məşğuldursa qalan şeyləri kim eləyəcək? Ona görə bir müddət eyni şey davamlı təkrarlandıqda şuur altının da çoxdur, limitsiz sayda işləmir. Bir insanın qeyri-ixtiyari şəkildə eyni davranışları təkrarlanması, məsələn, daim özünü geri çəkməsi, bu şuuraltı inancdır, yoxsa sadəcə məsuliyyətsizlikdir? Maraqlıdır ki, belə deyək, məsuliyyət anlayışı özü də Şuuraltıdır. şuuraltı ilə əlaqəli bir şeydir. Mən həmişə bir misal çəkirəm. Həyatınız bir ayağınız qaz pedalında, bir digər ayağınız əyləc pedalında avtomobil sürmək kimidirsə, yəni biraz qabağa gedib dayanırsınızsa, sonra yenidən dayanıb biraz yenidən qabağa gedirsinizsə, bir şəkildə bir əngəllər varsa, deməli şuuraltınızda sizi sabote edən müəyyən fikirlər var, müəyyən inanclar var. İnsanın davamlı bir şeyi ertələməsi, onunla məşğul olmaması, nə bilim, məsuliyyətdən qaçması, bu insanın tamamilə həmin məsələyə yüklədiyi mənalarla əlaqəli olan bir şeydir. Mən öz həyatımdan nümunə verə bilərəm ki, mən uzun müddət yaddaş olimpiadalarında həm iştirak etmişəm, həm yaddaş texnikalarını bilmişəm, həm mənim oxuyub anlama sürətim çox yüksək olub, amma mənim oxumağı 7 il ertələdiyim bir kitab olub həyatımda. Və ya cəmaatla nə qədər mövzularda çalışma eləmişəm, amma öz həyatımda həll etdiklərim də olub, həll etməyi ertələdiklərim də olub. Ya da sual olunur, bu adam özü dəqiqədə 500-600 söz oxuyur, bunun 80-90%-ni anlayırsa, necə ola bilər ki, bir kitabı 7 il ertələsin? Sürətli oxunu, yaddaşı qoydum bir kənara. Ən zəif oxuma bacarığı olan bir insan belə gündə 1-2 səhifə oxusa 7 il ərzində o kitabı tamamlamış olmalıdır.
Nəyə görə bu olur? Mən dərinə enib bu məsələni həll etmək üçün baxanda gördüm ki, kitabla bağlı mənim ciddi stresslərim var. Həmin kitabla bağlı. O kitabı sadəcə oxumaq istəmirdiniz. Sadəcə olaraq o kitabı oxuma. O kitab mənə müəyyən stressləri xatırladır. Bu səbəbdən də biz bilirik ki, canlının stresslə qarşılaşdığı zaman verdiyi 3 reaksiya var. Vuruşmaq, qaçmaq ya da donub qalmaq. Yəni o kitabın üstündəki bir şəkil, bir rəng, o kitabın adı ya da o kitabın görünüşü belə Hansısa bir qorxunuzu xatırlada bilər. Sizin heç fərqində olmadan bir qorxunuzu xatırlada bilər sizə. Şuurlu zehin bunun fərqində olmur, amma şuur altında bu proses baş verir. Ya da sizin hansısa bir travmanızı tətikləyib bir stres ortaya qoya bilər. Nəticədə o stressdən yayınmaq üçün də davamlı o kitabı oxumağı ertələyərsiniz ya da oxumamaq üçün əlinizdən gələni edərsiniz. Yəni onda belə çıxır ki, bütün məsuliyyətsizliyimizin altında hansısa bir qorxular və ya hansısa bir başqa proseslər gedir ki, bizə ona imkan vermir ki, Bəli, eləyək. bəli. Məsuliyyət dediyimiz şey nədir? Deyiləni vaxtında Amma eləməkdir. ümumi bəs yaxşı, bunu davamlı etdiyi zaman hər şeydə bunu məsuliyyətsiz adam sözü var da. Bəli. Ki, məsuliyyətsiz adam travması və qorxuları çox olan adamdır. Biz Eyni şey bunu demək sadəcə olar. olaraq qorxuya ya da travmaya bağlamaq olmaz. Məsələn də o təkcə qorxu deməyək də, bəhanələr, onsuz da məsuliyyətsiz adamın məsuliyyətsiz olmağının səbəbi də bu bəhanələridir ki, ya bunu eləməyəcəm, ya sabah eləyərəm, bu gün eləmərəm ki, bunun hamısı gətirib məsuliyyəti. Yəni mən bacarmaram məsələsi bəs. Yəni yenə də bunların hamısını toplasaq, yenə də bu insanın yaşadığı problemlər, yaşadığı şeylər çoxdur deyə bu məsuliyyətsizliyə gətirib çıxardırdı axır olaraq. Bəli, belə deyim sizə. Məsuliyyətli insan necə bir insandır? Hər şey vaxtında. Hər şeyi vaxtında edən, ertələməyən, punktual və s. Qüsursuz işi həyata keçirən. Yaxşıdır. Məsuliyyətsiz də bunun tam tərsidir. Deyilmi? İndi bu insanın məsuliyyətli olub bu şeyləri vaxtında eləyib punktual olmasına səbəb olan müəyyən düşüncələr olur. Yəni adamın heç bir stresi yoxdur, heç bir önündə əngəl yoxdur, lazım olan şeyi lazım olan vaxtda eləyir. Bu avtomatik bir şəkildə icra olunursa, bu insanın bu davranışlarını tətikləyən şey onun şuuraltı zehnidir. Bu şuuraltı zehin də həyatımızın 95%-nə hökm edir. Məsələn, Bruce Lipton'un da kitabında deyir ki, insan həyatının 99%-i şuuraltıdır. Bunun cəmi 1-5%-i gendir. Yəni 1% orada genlərin rolu var. Bu onu göstərir ki, bu insan əgər məsuliyyətsizdirsə, loru dillə desək ya da deyilən şeyi ertələyirsə davamlı, zehnində həmin işi ertələməyinə səbəb olan müəyyən stres faktorları var. Bu stres faktorları, yəni bunu tətikləyən inanclar iki cür yaranır. Ya insanın öz həyat təcrübəsi ilə, ya da ona öyrədilənlərlə məruz qaldıqları. Elə mövzu da odur ki, mən məsələn gətirib çıxartmaq istədiyim cəmiyyətimizdə ən çox eşitdiyimiz məsələ ki, bir evin iki övladı aşağı-yuxarı eyni yaşdadır, hətta əkiz belə olma ehtimalını nəzərə alsaq ki, uşaqdır, eyni anadan, eyni atadan tərbiyə görüb, eyni məktəbdə, eyni partada oturan uşaqlar. Biri məsuliyyətlidir, biri məsuliyyətsizdir. Bəli. Bizdə cəmiyyətdə bunun adını qoyuruq, əmisinə oxşadı, dayısına oxşadı və bir gen bağı axtarırıq ki, bu adam məsuliyyətsizdir. Birinci sinifdən belə, hətta uşaq yaşlarında artıq dərk eləməyə başlayanda 3 yaş, 4 yaşındakı uşaqlar da var ki, sən ona görürsən ki, adam məsuliyyətlidir yoxsa yox. Yəni, öz övladlarımdan da götürürəm ki, hətta müqayisə edə bilərəm ki, qızım aparıb onu atırdı, bu amma aparıb. Desəm belə aparıb onu eləmir. Məsəl üçün, hansısa bir öz işini eləmir. Və yaxud uşaq var ki, deməsən belə, 4 yaşı var, öz yeməyini boşqabına apıb görür ki, ana aparıb yeyəndən sonra öz boşqabını ham aparıb ora qoyursa, bu aparıb qoyacaq. Amma eyni masada ikinci digər uşaq, hansı ki, yenə də dediyim kimi tərbiyə eyni, genetika eyni, hər bir şey eyni. Bu amma duracaq, çıxıb gedəcək, heç onu eləməyəcək. Bu, hansı o yaşlarda nə görə bilər ki, nə travma, nə qorxu və yaxud bunu nə tətikləyə bilər ki, bunu eləməsin. Yəni, və genetik faktor dediyinizdə ki, o 1-5% bir sizinlə oxşadı. Yəni, bir şans atırıq ora ki, yenə də bir bəhanəmiz olsun ki, yəni bu söhbətlər olmasa gen çıxsın ortaya. Bəli. Bilirsiniz, gözəl bir söz var. Deyir, insan zehni istədiyi şeyin çarəsini, istəmədiyi şeyin bəhanəsini çox asan tapa bilir. Bu, biraz artıq eyni zamanda talih qismət anlayışına da gətirib çıxarır. Çünki ilərləyən yaşlarda siz dediyiniz kimi
Bir insan deyək ki, ailədə 2 nəfər çıxır, biri uğurlu olur, biri uğursuz olur, tam tərsi olur da, biri məsuliyyətsiz olur, biri çox məsuliyyətli olur. Eyni mühitdə böyümüş insanlardan. Bəs onda nəyə görə belədir? Sonra bunu atırlar talehin və qismətin üstünə. Halbuki məsələ burada nədir? Ənənəvi psixologiya indiki bəzi psixoloqlarda, bəzi deyəndə bir çox psixoloqlar problemi həll etmək üçün gedib travma axtarmağa çalışıblar. Çünki insanlar o travmanı istəyir. İstəyir, bəli, neqativdən sanki zövq alan insanlar travma axtarırlar. Məncə neqativ deyil də, bizim beynimizə psixoloqlar tərəfindən bir marketinq aləti kimi gəl sənin travmaların hər şey eləyən travmadır. Bəli, bəli. Gəl sənin travmaları üzə çıxardaq. Adam da fikirləşir ki, mütləq ki, hamımızın həyatında bir travma var. Mənə atam uşaq vaxtı şillə vurub, məni evdən qovublar, məni ki, əslində o normal bir şeydir də. Yəni bütün uşaqlar bunu yaşayıb və bir növ tərbiyə metodu idi. Onsuz da biz də uşaqlarımıza belə bir cəzalandırma sistemi qururuq ki, uşaq nəyisə öyrənsin. Çünki mükafat və cəza olmasa heç bir 2 yaşında uşaq belə nəyisə eləməyəcək. Çünki biz insan olaraq bunu istəyirik də, mükafatımız və cəzamız, cəzadan qaçıb mükafat alaq. Bəli. Məncə elə bu alətdir də, yəni ki, sosial şəbəkələr vasitəsilə bunu yeridiblər beyninə. Daha çox qadınların bu tərəfdən daha zəif olduğu tərəfdə ki, hə, travmam, mən atam belə, mənim anam belə eləyib, mənim sinifdə belə eləyiblər və gəlib bunu axtarır deyə psixoloqlar elə bunu da eləyir. Çox vacib bir məqama toxundunuz. Bilirsiniz, o travmanın üstünə bizim də beynimizə yeridilir. Adam gedir, travma axtarır keçmişində. Halbuki bilmir ki, onun həyatında hal-hazırda problemi yaradan şey travma deyil. Yaşadığı şey deyil. Yaşadığı şeyin nəticəsində zehninin çıxartdığı inancdır. Əgər elə olmasaydı, eyni şeyi yaşayan insanların hamısı eyni taleləri yaşayardı. Necə olur ki, bir ailədə ata şiddət göstərir 2 övladına, biri uğurlu olur, biri uğursuz olur. Real olmuş bir şeyi deyim sizə. 2 qardaş olur, biri çox uğurlu iş adamı, bir digəri də avara bir tüfeyli həyat tərzi keçirir. İkisindən soruşurlar, müsahibə götürürlər ki, sən necə oldu belə uğurlu oldun birindən soruşanda? Deyir ki, bizim atamız çox yaramaz, axmaq bir adam idi. Mən ona baxdım, dedim ki, mən heç vaxt bunun kimi olmayacağam. Bir digəri də deyir ki, onun eynisini deyir. Deyir ki, bizim atamız çox yaramaz bir insan idi. Elə ona görə də mən belə oldum. Elə atamın götürdüm. Deməli, bizim illər boyunca problemi axtardığımız yerlər yanlış yerlər imiş. Problem başımıza gələn hadisələrdə deyil. Həmin hadisələrə verdiyimiz reaksiyalarda və nəticəsində çıxartdığımız inanclardadır, dərslərdədir. Biz bir şey yaşayırıq, yaşadığımız şeyin nəticəsində zehin bir anda bir şeyə proqramlanır, bir şeyə inanır. Məsələn, mən öz həyatımdan nümunə verə bilərəm. Uşaq vaxtı mənə nə dedilər ki, sən bunu bacarmazsan? Mən dedim ki, gör sənin acığı və mən bunu bacarıram, yoxsa yox. Başqa bir adama deyiblər ki, sən bunu bacarmazsan, həmin adam motivasiyadan düşüb. Bunlar mənim sinif yoldaşlarım, öz gözümlə görürüm. Eyni şeyə məruz qalmışıq, amma hər kəs fərqli reaksiya verib. Bu zaman bir sual ortaya çıxır ki, talehi yazan şey nədir? Jung deyir ki, Carl Gustav Jung, siz deyir şuur altının fərqinə varıb onu şuura dönüşdürənə qədər o sizin həyatınızı avtopilotda idarə edəcək və siz başınıza gələn şeyləri talih adlandıracaqsınız. Adını qismət qoyacaqsınız. Halbuki sizə eyni şeyi təkrar yaşadan o inancdır. Bəs yaxşı, burada belə bir sual yaranır. Bizim gələcəkdəki talihimizə yön verən bizim inanclarımızdırsa, o inancı qazanan zaman başımıza gələn hadisədə nə nəticə çıxaracağımızı müəyyən edən şey nədir? Bu 1% gendir. Atdıq o 1%-in. O 1% gendir. O 1% gen ya da həmin anda həmin stresə qarşı bizim verdiyimiz reaksiya, çıxartdığımız nəticə bizim o anda həmin inancımızı formalaşdırır. O da avtomatik şəkildə gələcəyimizi yönətir. Amma belə bir məsələ var. Biz dedik axı 99% inanclı, 1% gendir. Bu onu göstərir ki, gələcəkdə insan fərqindəlik yaşayıb, probleminin əslən harda olduğunu, əslən probleminin inancdan qaynaqlandığını və hansı inancdan qaynaqlandığını tapıb, onu dəyişdirib həyatının da 99%-ni başqa səmtə yönləndirə bilər. Yaxşı, gen faktorunun bu qədər az olmağını desək, 1% kimi ölçsək, niyə görə Azərbaycanda məsəl üçün bir çox insanların şuuraltı inancları oxşardır? Və bundan da belə sual verim ki, öz real кейslərinizdə və ümumiyyətlə təcrübənizdə Azərbaycan insanı sizcə ən çox asıllı olduğu şuuraltı inanclar hansılardır? Kollektiv təhtəl şuur deyilən bir şey var.
Yəni bir arada yaşayan insanların düşüncələri ortaq olur. Hətta biz baxanda görə bilərik ki, məsələn, Bakılıların bir təfəkkürü var. Şəkillərin bir təfəkkürü var. Yenə geni sildi ortada. Hə, nəyə görə? Çünki bir arada yaşayan toplumların özləri kollektiv bir düşüncə formalaşdırırlar. Məsələn, Bakılılar, Şəkililər, Lənkəranlılar, Qarabağlılar və s. Bunlar bir araya gəlir Azərbaycanlıları Hətta yaradır. indiki dövrdə, müasir dövrdə sosial şəbəkə istifadəçilərini də buna bölə bilərik. Bəli. TikTok istifadəçilərində bir, İstənilən cəmiyyət topluluğu bölmək olar. Sonra bu geniş miqyas alır. Məsələn, Qafqazlıların düşüncəsi, Qafqazlıların dəyərləri və inancları. Nə bilim, biraz da böyütmək olar. Asiyalıların, Şərqlilərin, Qərblilərin, nə bilim, Şimal yarımkürə, bütün dünyanın, bəli, bunlar hamısı kollektiv təhdil-şuur anlayışını formalaşdırır. Ona görə də məsələn Azərbaycanlıların ortaq dəyərləri, ortaq inancların olmağı normaldır. Gen burada necə təsir göstərir? Biz bunun üçün biraz tarixə baxmalıyıq. Çünki şuur altını bilmək istəyiriksə, birinci bilməliyik ki, bizim şuur altımız 0-6 yaş arası böyük bir qismi proqramlanır. Bu 0-6 yaş arası proqramlananda bu deməkdir ki, səni proqramlayan sənin valideynlərindir. Doğulduğun evdir, içində böyüdüyün mühitdir. ən çox kontaktda olduğun Bəli, adam. bəli. Bu da əksər hallarda 6 yaşına qədər uşaq harda olur, valideynlərinin yanında olur. Ya da onun yerinə keçən qəyyumu falan varsa olar. Yaxşı, belə bir sual verim. İndiki uşaqların ən çox baxdığı YouTube-dur və daha çox xarici kontentlərdir. Məsəl üçün, ya Amerikaya baxır, ingilis dilli orada olan blogerlərə baxır, ya rus baxır. İndi dilə görə seçilir də, ya da ki, Türkiyə baxır. Bizə daha yaxın. Çünki bizə kontent sayı az olduğu üçün üst tur belə. Yaxşı, mənim uşağım misalda indiki Azərbaycan uşaqlarının orta statistik götürsək, hal-hazırdakı vəziyyətdə əminliklə bu sözü deyirəm. Statistikanı bilmirəm, amma məncə 100% bu belədir. Ki fikirlərinizdə kimin fikri var yaza bilər. Valideyndən daha çox YouTube-dan və videolardan daha çox kontakt olur. Niyə yaxşı uşaq Amerika, məsələn, ingilis dili bir kontentə baxıb fikrini ora ya ingilis kimi fikirləşmir və ya Amerikanlı kimi fikirləşmir. Çünki o hələ öyrənmə dövründədir. Siz onun Daha ingilis öyrənmə dövründən Yox, danışıram. siz onun ingilis kimi düşünüb düşünmədiyini bir 10 ildən sonra biləcəksiniz. 2010-cu ildə olan uşaqlar, doğulan uşaqlar, 10-15 arası doğulan uşaqlar, hansılar ki artıq o yaşlardadılar, 13-14 yaşındadılar və mən sadəcə analiz edirəm tanıdığım o uşaqları ki, indi 14-15 o yaşlardadır, amma YouTube-la böyüyüblər. Yəni bizim uşaqlığımızda yox idi bu. Bəli. Biz daha çox kontaktla, ailə ilə, uşaqlarla, məhəllə, məktəblə böyüyürdük. Bəli. Amma 2010 və sonraki uşaqlar ki, hansı ki hamının artıq evində internet oldu, Wi-Fi oldu və hamının evində demək olar ki, televizorunda var idi YouTube. O uşaqlar, indiki uşaqlar hansı ki 14-15 yaşı var. Mənim yenə də şəxsi fikrimcə biz daha Avropa sayağı idik, nəinki bunlar. Burada belə bir məsələ var. Bir insanın beyninin nəyə davamlı məruz qalması hər zaman bir düşüncə, bir mentalitet, bir təfəkkür formalaşdıracaq deyə bir şey mənasına gəlmir. Nəyə görə? Çünki insanda bir inancın, bir dəyərin yaranması üçün iki əsas məsələ var. İntensivlik və daha çox dərinlik, yəni duyğunun dərinliyi. Bu nə deməkdir? Ola bilər ki, hər gün evdən çıxanda bizim üstümüzə bir dənə it hürür. Amma bizdə it fobiyası yaranmır. Ola bilər ki, bir gün səhər evdən çıxanda it bizim üstümüzə hürməklə qalmır, cumur və bizi qapır. Bu zaman it fobiyası yarana bilər. Yəni davamlı bir şeyə məruz qalmaq önəmli deyil. İnsan zehninin davamlı bir şeyi öyrənib yadda saxlaya bilməsi üçün oradakı duyğunun dərinliyi şərtdir, əsasdır. Fikir verək, məsələn, adi günlərdə olan şeylər zehnimiz tərəfindən xatırlanmaz. Amma şuur altımızda heç yadımızdan çıxartmadığımız, unutmadığımız şeylər hamısı dərin duyğu yükü olan şeylərdir. Ki biz də bunu bayaq dediyimiz kimi travmalar adlandırırıq. Bəli, biz bunu travma adlandırırıq. Çünki uzun müddətli şuur altı yaddaşı bəlirləyən əsas faktor duyğudur. Yəni bir şeyi şiddətli bir şəkildə, şiddətli duyğu yükü ilə biz yaşayırıqsa, şuur altı onu mənimsəyir. Ya negativ ya pozitiv, hansı Fərqi yoxdur. Amma hər biri mütləq şəkildə şiddətli olmalıdır. Güclü ki, duyğu olmalıdır. Normadan artıq olmalıdır ki, biz bunu yadımıza saxlayaq. Bəli. Məsələn, adi vaxtda nə idiyiniz, 3 gün, 5 gün bundan əvvəl adi günlərdən biri olubsa sizin üçün, nə idiyiniz yadınızda belə olmaz. Amma 10 il əvvəl çox ekskluziv bir restorana dəvət almısınızsa, orada yediyinizi unutmazsınız. Nəyə görə? Çünki orada duyğu var idi.
Şuuraltı anlayışında tarixin də çox böyük rolu var. Nəyə görə? Çünki 6 yaşına qədər bir insan hansı mühitdə nəyə məruz qalıbsa, biz dedik öyrəndiyini davamlı həyatında təkrarlayır. İndi bu uşağın valideyninin deməli şuuraltına baxmaq lazımdır. Dövrdən dövrə də insanların zehni düşüncələri dəyişir. 20-ci illərin insanları fərqli cür düşünürdü, 40-cı illər fərqli, 60-lar fərqli, 80-lər fərqli, 90-lar fərqli. Nəticədə fərqli düşüncələrə malik insanların böyütdüyü, yetişdirdiyi uşaqlar da onların zehni ilə proqramlandığına görə fərqli talelər yaşayacaqlar. Yaxşı, onda belə bir şey deyim də, evimin için başa düşdüm. Aha. Ki anam belə düşünür, ondan mənə keçib, çünki o mənə necəsə bunu şuuraltı mənə yeridib, belə deyək. Və yaxud atam evimin içi, qohum əqrabam hamısı ki, çox tez görür. Niyə məsələn cəmaət nə deyər düşüncəsi? Niyə insan tanımadığı insanların fikrindən qorxur və ona görə hərəkət etməyə başlayır? Çünki o tanımadığı insanın həyatına baxıb öz həyatını analiz etməyə çalışır. Yox, Özünü tanımırıq tanımaq. ümumiyyətlə heç o adamları. Prosta sadəcə adam çıxır çölə, məsələn geyimdən danışaq da. Mən bugün sarı köynək geyinmək istəyirəm, üstündə nə bilim Simpsonlar olan bir sarı köynək geyinmək istəyirəm. Mən xoşuma gəlir. Yaşım 30 üstü məsəl üçün, amma mən elə bir köynək geyinmək istəyirəm, amma geyinmirəm nəyə görə? Çölə çıxanda deyəcəklər ki, Hüseyn nəyində, bu Cəmaət nə nəyində? deyir? Tanımır. Misal mənə ki, heç adımı da bilmir. Ya tanıdıqca o tetikləyici şeylər, məni narahat edən şey, o cəmaət nə deyər çoxalır əlbəttə ki. Çünki artıq səni tanıyırlar. Bir var heç bilməsinlər, amma bir də var ki, göz olaraq səni diqqət çəkəcəksən. Niyə biz onu yaşayırıq? Niyə cəmaət nə deyər deyə biz hansısa bir eləmək istədiyimiz şeyləri eləmirik, vərdişlərimizi formalaşdırırıq ki, tanımırıq. O adam güya məni necə heç qarşılaş, bəlkə ömrüm boyu o adamı heç vaxt görməyəcəm. Onun fikri heç gəlib mənim yaxınlarıma çatmayacaq. Onlar gəlib mənə o təzyiqi göstərməyəcək. Ay Hüseyn heç mənə deməyəcəkdi. Ki, ay Hüseyn niyə bu sarı Simpson'ı köynək geymirsən? İndi belə bir məsələ var da, biz indi bunu sakit kafa ilə düşündüyümüzə görə deyirik ki, məntiq çərçivəsindən süzürük ki, bu mənim yaxınıma çatmayacaq. Yəni bu məntiqlə hərəkət eləsəz, geyinərsiniz bəlkə də. Həmin anda onu düşünmürsüz axı. Həmin anda bir qorxu formalaşır insanda. Çünki qorxuruq. Statusumu itirərəm, nə bilim, cəmaatın dilinə düşərəm, hörmətimi itirərəm, mənim haqqımda nə deyirlər. Bu qorxuların hamısı bir sonraki etapda bizim o biabır olmaq, nə bilim, haqqımızda danışılmaq bizə burada o qədər qorxudur, güc gəlir ki, biz onu etməməyi seçirik. Bəs məsələ odur da, insan zehni duyğu və məntiqin balansını saxlayanmadığı şeylərdə çətinlik çəkir. Məntiqi olaraq baxanda heç bir əsası yoxdur, nə olacaq ki? Başımıza nə gələcək? Amma duyğu burada bizə güc gəlir. Ya da duyğusal olaraq baxanda deyirik ki, olar da məntiq fikirləşir, analiz edir ki, 5 addım sonranı fikirləş. Yaxşı, sizcə bizim coğrafiyada, yəni Azərbaycanda fərd olmaq niyə çətindir? Məsələn, misal gətirə bilərəm də. Bizdə məsəl üçün hansısa bir 18 yaşından sonraki kişilər məsəl üçün çox vaxt öz ayağının üstündə dura bilmir. Yenə də bir ailədən asılı olur, hansı ki artıq 18 yaşından yuxarı qanunda da artıq bu fərddir, bu öz qərarını verə bilir, öz həyatını özü planlaya bilir. Niyə biz bunu bacarmırıq cəmiyyət olaraq? Bizdə bu problem hələ də yaşanır. Yenə də qorxu səbəbilə deyərdim. Çünki insan həyatına ən şiddətli yön verən duyğu, ən güclü təsir edən şey qorxudur. 18 yaşındakı bir gənc nəyə görə öz ayağı üstünə dayana bilmir? Çünki arxa planda onu geri çəkən qorxular var. Məsələn, nə ola bilər? Ya öz ayağım üstünə sərbəst dayana bilmərəm qorxusu, bir işə girişərəm, öhdəsindən gələ bilmərəm, ya da bir məqsədim var, gedim xaricə, amma anam, atam mənə nə deyər, mənə icazə verməz. Qorxuları özü yaradıb, yoxsa buna valideynləri tərəfindən yeridilib bu qorxu? O da var, bu birisi də var. İkisi də var. İkisi də eyni dərəcədə qorxu sayılırmı? Yəni biri var özü yaşayıb, hansısa bir travma alıb, yenə də travma sözünü deyirəm, qorxu yaşayıb ki, ya yoxlayıb olmayıb, ya dostlarından görüb ki, olmayıb, ya öz keysində yaşayıb, öz həyatında yaşayıb. Biri də var ki, heç nə yaşamayıb adam, heç yoxlamayıb da. Amma uşaqlıqdan o qədər valideynləri buna deyib ki, sən bunu eləyə bilməzsən, bax sən həmişə mənim yanımda olmalısan, falan filan. Bu iki qorxunun arasında öz yaşadığı, gördüyü və qıraqdan buna ancaq dediyi bu iki qorxu arasında fərq var. Fərq var, necə var? İnsan öz başına gələn şeyi, real olaraq öz təcrübəsindən keçmiş şeyi daha çox təsirlənir. Yəni, deyək ki, yenə də mən fobiyadan nümunə verəcəm də, vəhşi heyvan qorxusu.
İtlər təhlükəlidir qorxusu. Bir var adamın özünü it qapsın, it dişləsin. Bir Bir də var də ki, var ki, həmişə deyirsən ora getmə, orada səni tutacaq. hə, təbii ki, öz başına gələn ona daha çox təsir göstərəcək. Amma burada incə bir məqam da var. Çünki beyninə yeridilən şeylər bir müddətdən sonra onun reallığına çevrilir. Yəni onun beyninə yeridirlər, özü hələ təcrübə etməyib ki, mən bacarmaram. Amma davamlı ona deyiblər ki, kəs səsini otur yerində, sənlik deyil, səndən bir adam olmaz, sən bacarmazsan, sən pul qazanamazsan. O qədər onun beyninə bu yeridilib ki, bu düşüncə ilə hərəkət edən, bu inancla hərəkət edən insan günün birində həqiqətən də bacarmır. Onu bacarmadığı ilk fürsətdə o onun real öz təcrübəsinə çevrilir və öz təcrübəsinə çevriləndə inancını artıq təsdiqlədiyinə görə daha da qüvvətlənir. Artıq bir dənə təsdiqi də var. Deməli cəmaət düz deyirmiş. Amma neçə ildir mənə deyilən şeyi, məsəl üçün sən bacarmarsan deyib də mən onu bacarandan sonra da onu qırmaq daha asan olur da. Təbii ki, təbii ki. Qırıramsa Təbii ki. və ondan sonraki artıq bunun şüuraltısı daha da güclənir deyə bilərik ki, birini qırdımsa deməli mən bunların hamısını qıra bilərəm. Negativ inanc təkrarlandığı kimi pozitiv inanc da təkrarlanır. Və həyatdakı bir döngünü dəyişdirməyin ona görə də yeganə yolu orada o döngünü yaradan inancı dəyişməkdir. Başqa heç nəyi dəyişmək deyil, davranışı dəyişmək, duyğunu dəyişmək deyil, inancı dəyişməkdir ki, mənə bunu davamlı təkrarladan şey nədir? Amma bu mövzudan mövzuya da dəyişir. Məsələn, özgüvənli olmaq barəsindəki bir inancını bərpa edən bir insan münasibətlər mövzusunda uğursuz ola bilər. Çünki fərqli-fərqli mövzulardır bunlar. Yəni bizim danışdıqlarımızın əsasında da belə çıxır ki, valideynlərimizin bizi qorumaq məqsədi ilə dediyi sözlər, mesajlar sonradan insanın gələcəyini hansısa bir etdiyi hərəkətləri bloklaya bilir də. Yəni bura artıq travmaları yas salır və öz güvəni, fərd olmasının hamısını bloklayır. Bilir. Amma belə bir məsələ var. Müdrik insan, ağıllı insan. Bunun üçün valideynini günahlandırmağı dayandırıb həyat məsuliyyətini alan insandır. İnsanların çoxu günahlandırmaqda ilişib qalır. Anam, atam mənə normal baxsaydı, mənə biraz sevgi versəydi, bilməm, mənə biraz dəstəkləsəydi belə olmazdı. Deyə ömür boyu elə illərini fəda edirlər, keçirirlər. Halbuki bilmirlər ki, valideynin sənə bunu məqsədli şəkildə eləməyib. Birincisi, sənin valideyninin doğrusu bu olub. O özü də ona məruz qalıb. Onun həqiqəti o olub. Sənin valideyninin doğruları, həqiqətləri bu olduğuna görə sənə də bunu ötürüb. Yəni valideynin sənə vermədiyi şey, vermək istəmədiyi yox, sahib ola bilmədiyi üçün verə bilmədiyi sevgidir. Tərbiyədən danışdıq, indi biraz tərbiyəsizliyin nümunəsi kimi adlanan bir şeydən danışaq da. Niyə bu tərbiyəsizlik adlanır? Məsələn, insan ailəsinin, mühitinin inanc sistemini sorğulamağa başlayanda dəyişmisən damğası vurulur və yaxud da ki, ailəsinin verdiyi tərbiyədən biraz qıraq hərəkət, özü analiz edib, özü üçün bir şey formalaşdırandan sonra tərbiyəsizsən deyilir. Və yaxud başqa insan istənilən təkcə ailə tərbiyəsindən deməyək də, cəmiyyətdə belə fərqlənən insanlar. Mən tutalım ki, hansısa kənddə böyümüşəm, oranın o dediyimiz bayaqki qrup dediniz, hansı dediniz? Yəni bir qrup insanın içində böyle topluluğun, cəmiyyətin o inancını götürmüşəm. Amma misal deyirəm də, oturub araşdıram özüm üçün və yaxud nəyəsə baxıram evdə, gəlirəm arxada televizorda Amerikanın, məsəl üçün, nəyəsə Avropanın bir kanalına baxıram və başlayıram ki, yox, ya da kitab oxuyuram. Bir kitabdan inancım dəyişir və çıxıram cəmiyyətdə artıq mən fərqliyəm. O kənddə deyirəm ki, fərqi yoxdur, indi deyəcəklər kəndçiyə sözü, kəndçi şəhərdə ola bilər, fərqi yoxdur. Başqa bir inanc göstərəndə ki, mən artıq beləm, deyirlər ki, nə oldu da sən, niyə dəyişdin? Və yaxud sənə artıq bilsə necə baxırlar, tərbiyəsiz kimi, sən sistemi elə bir korlayan bir adam kimi baxırlar ki, yəni, axı bu belə idi, sən niyə bunu çıxmağa başladın? Bu niyə baş verir və nə olur? Çünki insan həmişə dəyişməkdən qorxur. Çünki dəyişəcəyi zaman başına nə gələcəyini bilmir. Yox, mən dəyişirəmsə, deməli, digərləri qorxur ki, biz də o dəyişən adam kimi dəyişə bilərik. Həm o var, həm də bu adam deyək ki, sizin dəyişiminiz o insanların xoşuna gəlməyən bir dəyişimdir də. Onların o qorxusu əsas səbəbi odur ki, sizin dəyişiminiz onların xoşuna gəlməyən dəyişimdir. Əgər onların istədiyi şəkildə siz dəyişsəniz, əksinə onların xoşuna gedəcək ki, nə yaxşı, bizim istədiyimiz şəkildə dəyişdi. Sizin dəyişiminiz onlar üçün təhlükə anlayışı yaradır. Təhlükə kimi görürlər sizin dəyişimi. Ona görə də əllərindən gələni eləyirlər ki, silahla vurmağa çalışırlar ki, sizi.
Siz dəyişməyəsiniz, topa tuturlar. Başlayırlar tənqid eləməyə. Ən bacara bildikləri ən yaxşı şey də nədirsə onu eləyirlər. Məsələn, tərbiyəsiz demək, adına söz çıxartmaq. Çünki bacara bildiyi şey odur. Başqa alternativ bacarığı olsa onu eləyər. Yəni onda belə çıxır ki, bayaqdan bizim hamısını danışdıq bu məsələ, cəmiyyət, ailə bu qismən insanların, yəni bizim fərd olaraq bir növ düşüncə azadlığımızı və ümumiyyətlə azadlığımızı əlimizdən alan bir şeylərdir. Yaxşı, belə bir sual verim. Ümumiyyətlə əgər bizim belə azadlığımız hansısa bir fikirlərə, tərbiyəyə və düşüncələrə görə azadlığımız əlimizdən alınırsa, ümumiyyətlə azadlıq nədir bəs onda? Azadlıq anlayışı nədir? Necə bir insan azad olmağa başlayır? Azad insan həm istəmədiyi şeyləri eləməyən, eyni zamanda müəyyən çərçivələr daxilində istədiyini eləyə bilən bir insandır. Müəyyən çərçivələr içərisində. Təbii ki. Yəni indi mən azadam, gedim kimisə qətlə yetirim olmaz axı elə bir şey. Yəni, müəyyən bir konstitusiyanın, müəyyən Təbii bir ki də qanunlar. müəyyən şeylər var ki, o çərçivədən çıxmamaq. Bu Roma hüququnda çox gözəl bunu ifadə eləyiblər. Deyir, dürüst yaşa, heç kəsi incitmə, bir də ədalətli ol. Bunları əməl elədiyin müddətcə etdiyin hər şey azadlıqdır. Edə bildiyin hər şey azadlıqdır. Və ən əsası azadlıq bir qəfəsdə olan quş kimi düşünə bilərik də, onun haqqı olan şeyləri edə bilmə bacarıdır. Daha doğrusu ən gözəl ifadə bəlkə də budur. İnsan haqqı olan şeyləri eləyə biləndə sərbəst şəkildə azad olur. Şuuraltı inancları dəyişmək doğrudan da mümkündürmü, yoxsa bu sadəcə motivasiya sözləridir? Sualım nəyədir? Hal-hazırda olan və aktual olan sosial şəbəkələrdə, həyatımızda coachlar, psixoloqlar, hansılar ki, bizə motivasiya verməyə çalışırlar, bizim düşüncə tərzimizi, şuuraltımızı dəyişmək istəyirlər. Bununla bərabər bunlardan, bu sözlərdən, şuuraltı sözündən çox istifadə edib də bunu reklam edən travmalardan başlayaq, motivasiyalara qədər, negativindən pozitivinə qədər. Bu söz istifadə edib də bunu eləyən insanlar doğrudan da yəni bu alınır bunlarda, yəni olurmu belə bir şeylər, yoxsa biz özümüz istəməsək bu olmaz? Öncəliklə bir insanın dəyişimi sadəcə onun istəməyi ilə olan bir şeydir. Bu bir. Adam istəməlidir. Bax, inanmağı demirəm, amma istəmək. Yəni istəyəndə insan dəyişə bilir. Şuuraltı inanclar dəyişə bilirmi? Dəyişə bilir. Bu da bilir. Qaldı ki, hal-hazırda o cəmiyyətdə olan, nə bilim, şəfacılara, terapevtlərə, nə bilim, adını min cürə şeylər qoyan adamlara bunların bir çoxu özləri də nə elədiyini bilmir. Hamısına şamil eləmirəm, amma bir çoxu əksəriyyəti heç özü bilmir ki, nə edir. Çox nümunələrini çəkə bilərəm. Məsələn, adam çıxır deyir ki, mən səni şəfalandıracağam. Sən kimsən, kimisi şəfalandırırsan? Get birinci özünə şəfa ver. Deyir, keçal dərman bilsə öz başına sürtər. Bir var ki, dərmanı olan keçal var ki, başqasının başına sürtür, öz başına sürtmək istəmir. Bu belə bir istisna var. Bunların bir çoxunda heç ümumiyyətlə dərman yoxdur. Başqalarını aldatmaqla məşğuldurlar. Belə nümunələr də çoxdur. Məsələn, deyir ki, mən sənin müəyyən şeylər eləyəcəm, səni şəfalandıracam, səni sağaldacam, nə bilim, sənin həyatını dəyişdirəcəm, möcüzəyə çevirəcəm, onu eləyəcəm, bunu eləyəcəm. Birincisi, elmi baxımdan bu yanlışdır. Vicdani baxımdan da yanlışdır. Nəyə görə? Sən başqa birinin həyatını dəyişə bilməzsən. Hər bir insan həyatının ancaq özü dəyişə bilər. Sən birini dəyişməyə çalışıram deyirsənsə, birincisi yalan danışırsan. İkincisi, onun həyat məsuliyyətini öz öhdəliyinə götürürsən. Sən onun yerinə necə qərar verə bilərsən? Sən ondan uzaqlaşıb 1 saatlıq, 2 saatlıq burada seans eləyə bilərsən. Geri qalan həyat performansları onun özündən asılı olan bir şeydir. Yəni, adam deyək ki, uğurlu olmaq üçün bir yerə CV verməlidir. Tamam, seansda bir şəkildə bir şeylər elədiniz və adam CV vermək qorxusunu yendi. Amma gedib CV-ni vermədi. Necə dəyişəsən bunun həyatını? Yenə də gün sonunda hər şeyin öhdəliyi o adamın üstünə düşür də. Yəni, qatı söz vermək olmaz. Mümkün deyil. Kimin yerinə söz verə bilərik? Buradan bura özümüzə verdiyimiz sözləri bəzən tutmaqda çətinlik çəkirik. Deyirik ki, sabah 8-də oyanacam, sağlam həyat tərzinə başlayacam, amma eləmirik. Qaldı ki, başqa birinin, ki bu başqa biri də 1 nəfər deyil, 3 nəfər deyil, 5 nəfər deyil, o qədər insanın yerinə söz vermək. Necə ola bilər bu? Bilmədiyin faktorlar var, hansı ki, onun başına gələ bilir, gündəlik Əlbəttə yaşayır. ki. Yəni, bir insanın maksimum edə biləcəyi şey nədir? Düzgün metodika ilə o insanın çatmaq istədiyi hədəfə mane olan əngəlləri aşmaqda ona kömək eləmək.
Bu maneələr aradan qaldırdıqdan sonra bu insan nə etməlidirsə, onları asanlıqla eləyə bilir. Eləyəndə də nəticələri görür, həyatındakı dəyişiklikləri seyr eləyir. Amma bir çoxuna sərf eləyir də bu ki, mən sənin həyatını şəkilləndirirəm, dəyişirəm, ay nə bilim möcüzə yaradıram, sənə şəfa verirəm. Nəyə görə? Çünki birincisi o insanı kontrolunda saxlayır, özünə bağlayır ki, davamlı bunun yanına gəlsin. O doğrudan da sadəcə motivasiya verir də, belə ona belə çıxır. Motivasiya da vermir. Motivasiya ondan yaxşıdır. Motivasiya verəndə heç olmasa adam qaza gəlir, bir şey eləməyə, tez alışır, tez sönür. Yenə qaza gəlir ki, mən bacara bilərəm. Belə zehin altı səviyyədə ona elədiyi şey odur ki, sən özün heç nə bacarmırsan, sən heç nəyə yaramırsan, sən gəl mənə, mən sənin yerinə bir şeylər eləyəcəm. Onun gücünü əlindən alırsan. Bir insana həyatda elə biləcək ən böyük pislikdir bu. Onun gücünü əlindən almaq. İkinci tərəfdən də bu ənənəvi qaydalarda, ənənəvi belə deyək, psixoloji çalışmalarda və bir çox bəzi dırnaqarası məsələlərdə, terapiyalarda, terapevtlərdə bu var. Adamı qorxutduqdan sonra denən ki, bu problemin həlli səndədir, o həlli də ona sat. Ömür boyu ondan istifadə edərsən. Elə yaxşı terapevt deyirsən sözünə, elə ki, o insan həyatının sükanı arxasına özü keçsin. Öz həyatını özü kontrol edə bilsin, səndən də asılı olmasın. Ailə tərbiyəsindən məsələn bizim eşitdiyimiz və cəmiyyətin ən böyük problemi adlandıra biləcəyim bir məsələ də var ki, hansı ki biz onun yaşayırıq hələ də 2026 amma biz yaşayırıq. Özünü qurban kimi görmək məsələsi. Case olaraq belə deyə bilərəm ki, qız uşaqları hansı ki valideynin tərbiyəsi, valideynin onu qurban kimi görməsidir. Yəni elə vəziyyətə gətirib çatdırır ki, artıq qurban kimi görür ki, sən bununla evlənməlisən, sənin həyatın belə olacaq və nəinki 18 yaşa qədər olan tərbiyə, hətta ondan ölənə qədər və yaxud harda qırılana qədər insanın belə nə yaşayacağını artıq təyin edirlər. Və yaxşı, bu da bir daxili proqramdır deyə bilərik. Eyni şeydir, yəni bu da zehnin proqramlandığı dəyərlər və inanclardır. Ki insan özünü həmişə qurban kimi görür. Qurban kimi görür, çünki insan bir dəfə bir başarısızlıq, bir uğursuzluqla qarşılaşdıqda, bir dəfə öz inancını təsdiqlədiyinə görə gələn dəfə daha güclü bir şəkildə onu təcrübə edir. Bu mən inancı eynəyə bənzədirəm. Elə bir göz zəifliyi eynəyidir, taxmışıq gözümüzə. Məsələn, -2-dir. -2 zəiflikdə biz inanırıq ki, hansı iş əlimə atsam heç biri alınmayacaq. Özümü sübut eləməliyəm. Nəticədə bir işə girişəndə zehin o inancı gətirib bizim gözümüzə taxır. Bax, hansı işə əl atsan, burada da sən alındıranmayasın. Nəticədə bunun stresi ilə hərəkət edən insan ya hamının gözünə girmək üçün özünü ələk-vələk eləyir. Ona tapşırılmayan hər şeyi eləməyə çalışır. Ya tapşırılan şeylərdən qaçır, məsuliyyətdən imtina edir. Ya da nə edəcəyini bilmir, elə donub qalır. Bunun nəticəsi olaraq da təbii ki, insan işi alındıra bilmir. Öz uğursuzluğunu görəndə deyir, mən demişdim də, məndən adam olmaz. Mən bacarmaram. Və nə oldu? Onun gözündəki -2 eynəyi oldu -3. Gələn dəfə bənzər hadisədə daha güclü bir referansla hərəkət eləyəcək. Çünki bir dəfə də öz təsdiqini tapıb. O -3 olur, -4, -5, -6, -7, pisləşə gedir. Ona görə bir şey davamlı həyatda özünü təkrarlamağa meyillidir. Qurban psixologiyası elədir. Bu qurban psixologiyasına bizi bu arada bu parazit insanlar peyda olublar cəmiyyətdə, çox salırlar qurban psixologiyasına insanlar. Salırlar. Mən bunları parazit psixoloqlar, terapevtlər, mütəxəssislər adlandırıram. Çıxıb deyirlər ki, sən məsələn filan xüsusiyyətlərə görə, yəni nə bilim filan rəqəmlərə görə səndə deyək ki, müəllimlik alınmaz. Sən gedib həkim olmalısan. Ya da sən filan bürc altında doğulmusan, səndən həkim olmaz. Sən get nə bilim astrologiya, numerologiya məsələsini. Bəli, belə bir şeylərdən yola çıxaraq insanların beyinlərinə o parazit şeyləri əkirlər. Sən deyək ki, xərçəng bürcündə altında doğulmusan, səndən yaxşı həkim olmaz. O iş sənlik deyil. Bu da buna inanır, özünü qapdırır. O xəyallarını buraxır, deyir ki, bu mənlik deyil də, mən gedim başqa sahəyə yönəlim. Terapiyalardan söz açmışam, şəfalandırma və s. Bunun bir hamısını yığsaq, belə bir sual vermək istəyirəm. Şuuraltı inancları dəyişmək üçün
Terapiya şərtdirmi, yoxsa insan özü də bunu edə bilərmi? Yəni kiməsə müraciət eləməyi, psixoloqa, hansısa terapeutə və yaxud bunu eləməyi şərtdirmi? Eləsə necə effekt alacaq? Özü eləsə necə effekt alacaq? Siz necə eləyirsiniz? Siz necə yanaşırsınız bu məsələlərə? Sizə belə müraciətlər olanda nə edirsiniz? Bir insanın bir şeyi özü eləyə bilməsi üçün onu necə eləyəcəyini bilməsi lazımdır. Biz məsələn restorana gedirik və ya nə bilim deyək ki, bizə köməkçi özümüzə təyin edirik ki, bizim yerimizə o işlər eləsin. Bir çox hallarda biz bunları eləyə bilmirik deyə kənardan dəstək alırıq. Bəzi hallarda da eləməyi istəmirik deyə kənardan dəstək alırıq. Yəni bir insan öz şuuraltı zehninin necə dəyişəcəyini bilirsə, bunu özü sərbəst şəkildə eləyə bilər, düzgün metodları öyrənib edə bilər. Elə insan da var ki, bunu öyrənmək istəmir. İstəyir ki, bir var maşını keçib özün sürəsən, bir də var taksiyə oturasan, deyəsən ki, məni falan yerə apar. Birindən dəstək almaq da olar. Ən önəmli şey odur ki, insan problem yaşayanda bu probleminin həlli üçün həll eləmək istəsin. Həll eləmək Nəsə üçün də etsin. nəsə etsin, bəli. Pis yaxşı nəsə etsin. Ya özü cəhd eləsin. Özü bir şey öyrənsin, eləyə bilsin. Ya da ki, bilən birindən dəstək alsın. İnanmağı belə artıq bir cəhdir də, yəni belə saya bilərik. Təbii istəməyi. İstəməyi, İstəməyi və anlamağı, fərqində olmağı ki, mən problem yaşayıram. Mən bunun fərqindəyəm və bu dəyişməlidir. Bu böyük bir başlanğıcdır. Düzdür, bu dəyişmək üçün kifayət deyil, amma dəyişməyə başlamaq üçün kifayətdir. Biz bunu necə eləyirik? İndi hər kəsin öz doğrusu var, öz keçdiyi yol var. Mən 2021-ci ildə Türkiyədə olanda PSYCH dediyimiz bir metod öyrəndim. PSYCH-K şəklində yazılır. Bruce Lipton'un İnancın Biologiyası kitabında da oxumuşdum, bu metoddan danışırdı. Mən də öz həyatımda müəyyən çətinliklər yaşamışdım və həlli üçün müxtəlif metodlar sınamışdım. Bunu öyrənəndən sonra həyatımdakı ən böyük dəyişim ondan sonra oldu. Çünki o zamana qədər öyrəndiyim şeylər, söhbətin əvvəlində də dediyim kimi, mənim gücsüzləşdirən üsullar idi. Kimsə mənim həyatımı dəyişməli idi, kimsə mənə kömək eləməli idi, kimsəninsə sehirli çubuğu olmalı idi və bir anda həyatım dəyişməli idi. Amma onu öyrənəndən sonra bildim ki, həyatımı dəyişmək üçün yeganə məsuliyyət, yeganə güc səndədir. Sən o gücünü tapmalısan və onu aşkara çıxartmalısan. İçindəki müdrik özün dəyişməlisən. tərəfini bəli dəyiş. Bunu da anlatdı, dərk etdirdi mənə. Bunu öyrəndikdən sonra bir müddət elə özümlə həlləşdim. Lord dillədirsə və özümü xilas eləməyə çalışdım, öz həyatımı dəyişdirməyə çalışdım. Müntəzəm olaraq mən gündəlik həyatımda istifadə edirəm indinin özündə. Bir belə deyək, seanslarımda da bu metodu ancaq istifadə edirəm. Bunun fərqi nədədir? Birinci fərqi ondadır ki, insana gücünü geri qazandıran bir üsuldur. İnsanın gücünü əlindən alan bir üsul deyil. Və xurafata əsaslanmır. Bunun sağlam təməlləri var, məntiqli bir izahı var. Deyir ki, sənin yaşadığın problem müəyyən bir məhdudlaşdırıcı inancdan qaynaqlanır ya da stressdən qaynaqlanır. Sən bunu həll etsən, sənin hədəfə gedən yolda yolun açılır. O yolu artıq sərbəst gedə bilirsən. Bunu da aradan qaldırmağın üçün məntiqi və duyğusal tərəfini balanslı şəkildə istifadə etməlisən. Yəni sağ və sol beynini tam şəkildə istifadə edib, tam potensial yaradıb o işin içinə girməlisən. Bunu öyrədir. Bu proseslərdə balanslaşdırma adını verir. Həm məntiq, həm duyğu, Həm məntiq, həm duyğu ikisində eyni anda işlədir. Yəni insan beyninin iki yarım kürəsini eyni anda işlədir, məsələyə tam beyinlə baxdırır. Ona görə də adam məsələn deyək ki, bir türlü bir işin içindən çıxa bilmir. Bütün problemlər üst-üstə yığılıb, ailəsi bir tərəfdən, borclar bir tərəfdən, sıxıntı bir tərəfdən, uğursuzluq bir tərəfdən. Bilmir ki, bu vəziyyətin öhdəsindən necə gəlsin. Amma başqasına o barədə yaxşı ağıl verə bilir. Bu adam bu texnika vasitəsilə tam beyin durumu yaradır və öz məsələsinin içərisində o çətinlikdən, o labirintdən necə çıxmalı olduğunu özü tapır. Ənənəvi qaydalarda kimsə gözləyir bizə gəlsin, ağıl versin, məsləhət versin, yol göstərsin. Bu deyir ki, sən o vəziyyətdən çıxmaq üçün ən doğru yolu elə sən özün bilirsən. Görə bilməyə bilərsən, sənin onu görməyivə köməklik göstərir. Və sən o labirintdən necə çıxmağın yolunu tapırsan, o yolda sənin üçün asanlaşdığı üçün o yolu gedirsən. Ona görə 5 dəqiqə qabaq yaşadığı stresi 5 dəqiqə içində bir çalışma eləyir və birdən-birə artıq ona adi gözlə baxır ya da o inancını dəyişdirmiş olur. Çox sağ olun, gəldiniz, dəvətimizi qəbul ediniz, fikirlərinizi, bildiklərinizi bizimlə bölüşdünüz. Uğurlar.
Çox sağ olun. Əməyi keçən hər kəsə minnətdaram. Xoş oldu. Bundan sonra da növbəti yayınlarda görüşənədək. İnşallah. Sağ Sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib və dostlarınızla paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.